Ben Abdullayev Eldar Salihoğlu, Nurlu Seher TV YouTube kanalının rehberi, Ədalət Kürsüsü gazetinin təsisçi və baş redaktoru sizinleyim. Değerli izleyiciler, bilirsiniz ki, mütemadi olarak biz ülkemizde, rayonumuzda baş veren hadiseleri, negatifleri ictimaiyyətə çatdırırıq. Bugün növbəti dəfə biz Yevlax rayonunun Xanabad kəndində yerləşən kərpiç zavodunda olduq. Bizim həmkəndlimiz bizə müraciət elədi. Həmin yerdə uzun müddət işləyib, xanımdır. Hər halda adını çəkilməsini mən vacib hesab etmirəm. Təkcə o deyildi. Ümumiyyətlə kənddən o əraziyə işləməyə gedən nə qədər adamlar var idi. Hamısının qiyabi söhbətlərini, onların dələduzluq yolu ilə işlədib, pul verilməməyini biz bu işi dəqiqləşdirmək üçün Stara xanımın xahişi ilə, həyat yoldaşının xahişi ilə maraqlanmaq üçün həmin idarəyə üz tutduq. Değerli Azərbaycan xalqı, hörmətli Azərbaycan rəhbərliyi, biz Nurlu Seher TV olarak Yevlax rayonunun Xanabad kəndində adı idarə olan bir müəssisə də deməzdim. Bir neçə nəfər heç danışıq səviyyəsi olmayan insanlarla olan bir yerdir. İllərlə nə qədər adamı gətiriblər, burada işlədiblər, aldadıblar, pullarını verməyiblər. İndi biz bu işe aydınlık getirmek için müraciəti nəzərə alıb, çəkilişdən qabaq önce istedik ki, buranın rəhbərliyi ilə bir ünsiyyətimiz olsun. Bu nə işdir? Niyə görə insanların bir hissəsi məhkəmələrə müraciət eləyib, bir hissəsi ortada qalıb, qadınlar əsasən də nə qədər insanlar hamısı işlədilib, alladılıb və pul verilməyib, əmək haqqı verilməyib. Biz bu barədə, bu idarə deyilən bir məkanda bir nəfər adam tapa bilmədik, aydınlıq gətirəcək heç kim olmadı, hamısı qaçıb gizləndi. 2 dənə mühafizəçi deyək, adamı burada, onlar da heç bir söz demədi. Müdür kimliğini aldı. Tartışdım ki, göz kim varsa deməsə böyüklərdən onlara deyəm. Bilirsiniz, misal üçün da biz bu məlumatı ictimailəşdirəndə rayondakı oranın müdiriyyəti yoxdur, ona lazım olduğu, onun itaət elədiyi deyirlər. O nazirlikdə hardan məlumat, həmən vaxtı buranın rəhbəri harda olur? Dövlət tədbirində olubsa bir mənalı, yox. Elə rayona gedir. Hara gedirsə, siz bilməz. Burada aparıcı insan olmalıdır, bilməlidir ki, çünki bura cavabdeh müdürdür. Burada hər hansı bir hadisə olan vaxtı kimsə burada cavabdeh olmalıdır. Ayrı burada yerin tasdik. Əlaqə saxlasınlar. Müdiriyyətin adını da demirlər, familiyasını da demirlər. Əgər bu adamlar saf adamlardırsa, düz adamlardırsa adını niyə görə gizlədirlər? Kimdən gizlədirlər? Biz bir daha onların nəzərinə çatdırmışıq ki, biz kütləvi informasiya vasitələrinin işçiləriyik. Biz bu məlumatı ictimaiyyətə çatdırmaq istəyirik, Respublika rəhbərliyinə çatdırmaq istəyirik. Burada bunu dərk eləyəcək bir adam tapılmadı. Hesab eləyirəm ki, bütün bu idarəyə baxan hansı nazirliksə, o da, hətta hüquq mühafizə orqanları da maraqlanmalıdır. Buranın müdiriyyəti haqqında tədbir görməlidir. Şəxsi malikanəsidir. Bura belə çıxdı ki, müdiriyyətin heç kim ya ona zəng eləyib söz soruşa bilmir, ya hörmət qoymurlar. Asıblar bir dənə plakat, plakanın önündə içərini görsəniz elə bir zibilxanadır. Qapı da aydın məsələdir, nə gündədir. Bu idarə ümumiyyətlə insanların ələ salıb, aldadan bir idarə olub, nə qədər uzaq kənddən əziyyət çəkib, körpə uşaqlı analar burada işləyiblər, hamısını aldadıblar, heç kimə pul verməyiblər və bu fırıldaqçılıq davam eləyir. Hər halda hesab edirəm ki, bunun qarşılığı veriləcək. Bu axında 21-ci əsrdə Azərbaycanda fəaliyyət göstərən zavodun görkəminə baxın, nə gündür. Bu kişilərin şəklini qoyublar başlarının üstündən.
gelmişik. Ne ortaya çıkacak bir adam, cevap verilesi bir adam yoktu. Bir seviyeli bir insan tapılmır ki, çıkıp bir məlumat verək ki, gələn hansı kanaldan gəlir, niye gəlib, hansı səbəbə gəlib, müdürün yeri bilinmir, niye? İş vaxtı. Harada olduğu, niye göre insanlara məlum olmamalıdır? Kardeş, ona göre ki, bu bir nəfər deyil, çox saylı adamlar müraciət eləyəndə buranın belə vəziyyətdə olduğunu bilmirdik. İndi görürük ki, burada anarxiyadır, özbaşınalıqdır. Belə gedişi biz dövlət rəhbərliyində çatdıracağıq və lazımi orqanlara bildirəcəyik. Həmin adı idarə olan yer, Afrika cəngəlliklərində olan mamurluğu xatırladan bir yere biz getdik. Orada bir nəfər mühafizəçi yanında bir cavan oğlanla gəlişimizin səbəbini öyrəndi. Biz də kanal işçiləri olarak dedik ki, bu olan narazılığı aydınlaştırmaq hansı səbəbdən ola bilər, obyektiv, ola bilər, subyektiv səbəbdən insanlara qarşı bu hadisə törədilib. Həm də bizə müraciət olunmuşdu ki, xanım olarak az yaşlı övladları var. Buna göre müraciət eləmişdi ki, biz bunu Nurlu Səhər TV YouTube kanalında işıqlandıraq, lazımi orqanlara məlumat göndermek için, müraciət, ərizə ilə müraciət etmək için bunlara istiqamət verək, kömək eləyək. Biz də qərarlaşdıq ki, biz buranın müdiriyyəti ilə kimlərləsə söhbət aparıb, bu barədə həm vətəndaşı başa salaq ki, belədir, həm də özümüz üçün aydınlıq gəlsin. Orada o görünən mənzərə isə o idi ki, əvvəl dedilər, müdir yoxdur, biz bilə bilmərik hara gedir, heç kimə demir. Sonra bir müddət sonra biz mədəni etirazımızı bildirəndən sonra, müəyyən müddət dayanandan sonra şəxsən məni içəri dəvət etdilər və əvvəl deyirdilər ki, bir buxalterdən başqa heç kim yoxdur, sizə cavabdeh şəxs yoxdur. Gedəndə hələ kabinetə çatmamış bir nəfər özündən razı, müştəbeh biri mənə hələ qorxu gəlməyə başladı, polislə hədələdi, belə deyək, İdarə müdürü yox, adi bir bağça uşağı səviyyəsində də olmayan münasibət sərgilədilər. Hətta bunlar güya polisə zəng eləyiblər, polislə bizi təhdid eləyib, başımıza oyun açasıdırlar, neyniyəsidilər, bizə kim neyniyə bilər, dəhşətə gəldim. İndiki zamanda insanlar aclıq səfalət içində yaşayır. Nə qədər adamlar səhər gedib axşam gəlib evinə, pul verməməkləri, dələduzluq eləməkləri bir yana qalsın, insanları da bəzilərini sutkalarla, günlərlə yollarda süründürürlər. Sabah gəl, bir suyum gəl, birinə 500 manat verəsidilər, 10 manat verirlər, 20 manat verirlər, eşyor pullarını da ödəmir. Yəni, narazı insanlar çoxdur. Mən bu idarədə üzr istəyirəm. Sadəcə olaraq bir qrup qoçu dəstəsi gördüm, bunların münasibətini gördüm. Əlaqədar bir neçə orqana müraciət eləmişəm. Polislərin adından da suyu istifadə eləməklərini mən heç cür Daxili İşlər Nazirliyinin işçilərinə rava bilmirəm ki, polis elə bir bunların əlində oyuncaqdır. Nədir ki, adi vətəndaş hansısa bir sözü soruşmaq istəyəndə polisləri töküb bunu şərləməlidirlər. Məsələ belə çıxır. Yaxşı ki, bir qədər o savadlı insan kimi mənə qarşı bu təhdidi eləyə bilmədilər. Çünki mən hüquqlarımı da, haqqımı da bilirəm. Hesab edirəm ki, bu idarənin rəhbəri Reket, adı Şəmsəddin deyirlər. Bu və yaxın ətrafı idarə səviyyəsində yox, küçə səviyyəsində də danışıq qaydasını bilməyən insanların təhdidlərinin, təhqirlərin şahidi olduq və inanıram ki, dövlətimiz, dövlət rəhbərliyimiz bunlar haqqında əsaslı tədbir görəcək və biz də kanalımızda da narazı insanları da səfərbər eləyib, bunu işıqlandırıb ictimaiyyətə çatdıracaq və insanlara dəyilən zərərin ödənməsini bu idarədən tələb kimi qoyacağıq. Sağ olun.